Hüneyn döyüşü və Taifin mühasirəsi. Hüneyn döyüşü hicrətin 8-ci ili Şəvval ayında baş vermişdir. Peyğəmbər salavatullah Məkkədə 15 gün qaldı və uzun müddət müşrikliyin hakim olduğu bir yerdə Allahın birliyinin, tövhidin yeni mərhələsinin əsasını qoydu. Müsəlmanların hamısı sevinir, fərəhlənir və Ümmül Qurada əminamanlıq hökm sürürdü. Bu zaman Peyğəmbər salavatullahın qulağına xəbər çatdı ki, Huzan və Səqif qəbilələri başqa şirk və nifaq qüvvələrinin İslamı məhv etməkdə acizliyini və bu işi özlərinin həyata keçirə biləcəklərini zənn edərək, müsəlmanlarla müharibə etmək üçün möhkəm hazırlaşmışlar. Allahın Rəsulu hər bir yürüşdə adət etdiyi kimi, bu dəfədə Məkkədəki idarə sistemini möhkəmləndirdi və Məaz İbn Cəbəli insanlara Qur'an-ı Kərim və İslamı öyrətmək, İtab İbn Üseydi müsəlmanlarla namaz qılmaq və işləri idarə etmək üçün məsul şəxs olaraq təyin etdikdən sonra adı çəkilmiş qəbilələri qarşılamaq üçün hərbi dəstələrlə bərabər Məkkədən çıxdı. Peyğəmbər salavatullah özü ilə 12.000 döyüşçü götürdü. Bu qədər döyüşçü ilk dəfə idi ki, yığılmışdı və müsəlmanlar bununla qürur duyur, arxayınçılıqdan etinasızlıq da göstərirdilər. Hətta Əbu Bəkir deyirdi, biz lap Bəni Şeybanla da üz-üzə gəlsək, məğlub olmayacağıq. Ət-Təbəqatul Kübra 2-ci cild 150-ci səhifə. Əl-Məğazi 2-ci cild 889-cu səhifə. Huzan və Səqif qəbilələri isə artıq ittifaqa girmiş və özlərinin bütün sursatları ilə qadınlarını və uşaqlarını da götürərək müharibə üçün yürüşə çıxmışdılar. Onlar müsəlmanların ordusunu çaşbaş salmaq üçün pusqu qurmuşdular. Belə ki, müsəlmanların irəlidə gedən dəstələri pusqu mövqelərinin həndəvərinə çatdıqda, onlar həmin dəstələri qaçmağa məcbur etdilər və düşmənin silahlarından qorxaraq müsəlmanların qalan ordusu da dağılışıb qaçdı. Peyğəmbər salavatullahla yalnız Bəni Haşim qəbiləsindən 9 nəfər qaldı. 10-cusu isə Əymən idi. İbni Ümmi Əymən. Münafiqlər buna çox sevindilər. Əbu Süfyan irəli çıxaraq kinayə ilə dedi, onların məğlubiyyəti dənizdə tamamlanar. Başqa birisi dedi, məyər sihirbazlıq bugün batil olmadı? Üçüncüsü isə belə bir həyəcanlı vəziyyətdə Peyğəmbər salavatullahı öldürmək əzmində olduğunu dedi. Əs-Siratun Nəbəviyyə 2-ci cild 443-cü səhifə. Əl-Məğazi 3-cü cild 99-cu səhifə. Həzrət Peyğəmbər salavatullah əmisi Abbasa əmr etdi ki, qayanın üstünə çıxıb geri çəkilmiş mühacirlər və ənsarın qalıqlarını çağırsın. Abbas dedi, ey Bəqərə surəsinin daşıyıcıları, ey ağac altında beyyət edənlər, hara qaçırsınız? Bu, Allahın Rəsuludur. Qəflətdən sonra sanki şuur onlara qayıtdı. Süslük yavaş-yavaş ruh yüksəkliyi ilə əvəz olundu. Mühacir və ənsar geri qayıtdılar. Bir daha qələbəyə, İslamı, Peyğəmbər salavatullahı müdafiə etməyə vəfalı qalacaqlarına and içdilər. Rəsul-i Əkrəm onların bu ruh yüksəkliyini gördükdə buyurdu. Bütün işlərin qızğın çağı yetişdi. Bəli, mən Peyğəmbərəm, bu yalan deyil. Mən Əbdülmütəllibin oğluyam. Sonra Allah Taala müsəlmanlara bir sakitlik və arxayınlıq bəxş etdi və onları qələbə ilə dəstəklədi. Küfr əhlini məğlubiyyətə düçar etdi. Onlar 6.000 əsir və çox böyük miqdarda qənimət qoyub qaçdılar. Tövbə surəsinin ayələri nazil oldu. Allahın dəstəyi və qələbəsini izah etdi. Sursatın və sayın qələbə üçün əsas səbəb olduğunu deyənləri danladı.
Lakin Peyğəmbər salavatullah əmr etdi ki, qənimət saxlanılsın, əsirlərə qayğı göstərilsin. Ordu isə düşməni Autas, Nəxlə və Taif məntəqələrinə qədər təqib etdi. Peyğəmbər salavatullah yenə də öz ali əxlaqını, bağışlamaq bacarığını və geniş rəhmətini göstərdi. Belə ki, Həzrət qaçıb onu xəcil edənləri öldürməyi tələb edən Ümmü Sələməyə belə buyurdu. Ey Ümmü Sələmə, artıq Allah onları xilas etdi. Allahın mərhəməti və şəfqəti çox genişdir. Başqa bir məqamda isə Peyğəmbər salavatullah bəzi müsəlmanların qeyzlənərək müşriklərin uşaqlarını öldürməsi haqda xəbərləri eşitdikdə bərk hirslənərək buyurdu. Öldürmək adamların başını o qədər çaşdırıb ki, hətta uşaqlara keçiblər. Yox, yenə də yox, biz uşaqları öldürmürük. Üseyd İbni Həzir dedi, Ya Rəsulallah, məyər onlar müşriklərin uşaqları deyilmi? Peyğəmbər salavatullah buyurdu. Əgər seçiminiz müşriklərin uşaqlarıdırsa, bilin ki, hər bir adam fitri və təbii şəkildə dünyaya gəlir. Sonra isə dili onun öz haqqında deyir, onu tanıdır. Valideynləri isə onu ya Yəhudi, ya da Xristiyan edirlər. Əmtaul Əsma 1-ci cild 409-cu səhifə. Müsəlmanların ordusu düşməni təqib edərək Taif şəhərinə çatdı və şəhəri 20 gündən artıq bir müddətdə mühasirədə saxladı. Döyüşçülər şəhərdəkiləri divarlar və bağların arxasından oxlarla hədəfə tutdular. Peyğəmbər salavatullah çoxsaylı yanaşmalara görə Taifdən geri çəkildi. Geri dönərkən əsirlərin və qənimətin toplandığı Curanə adlı yerə çatdı. Bu zaman Huzan qəbiləsinin nümayəndələri onun yanına gəlib əsirlərin əfv olunmalarını xahiş edərək dedilər. Ya Rəsulallah, bu əsirlər arasında sənə qayğı göstərmiş bibilərin və xalaların da var. Peyğəmbər salavatullah Bəni Səd qəbiləsində əmizdirilmişdi. Bəni Səd isə Huzan qəbiləsinin bir qoludur. Əgər Haris İbni Əbu Şəmmər ya Noman İbni Münzir bizimlə duz çörək kəsibsə, sonra sən bizdən getdiyin kimi onlar da bizdən çıxıb gediblər. Biz sənin bizə qarşı iltifatını, lütfkarlığını, mükafatını və əvəzini istəyirik. Sən doğrudan da ən yaxşı zamin və himayəçisən. Peyğəmbər salavatullah onlara əsirlərlə mal-dövlət arasında seçim etməyi təklif etdi və onlar əsirləri seçdilər. Rəsul-i Əkrəm buyurdu, mənim nəyim vardısa və südüm də, Əbdülmütəllib də sizindir. Bütün müsəlmanlar bu sözdən sonra rəhbərləri olan Peyğəmbəri təqlid etməyə tələsdilər və özlərinə düşən payları ona hədiyyə etdilər. Seyyidül Mürsəlin 2-ci cild 53-cü səhifə. Əl-Məğazi 3-cü cild 949-953-cü səhifələr. Son dərəcə böyük bir hikmətlə adamların qəlblərini dərindən bilərək, hamını düzgün yola dəvət etməyə səy edərək və müharibə alovunu söndürərək, Allahın Rəsulu hətta bu müharibəni törədən Malik İbni Ovfu da əfv etdi. O da müsəlman kimi o həzrətin yanına döndü. Peyğəmbər salavatullah buyurdu, Malikə deyin ki, əgər o mənim yanıma müsəlman kimi qayıtsa, onun əhlini və mal dövlətini ona qaytarar və hətta 100 dəvə verərəm. Tezliklə Malik İslamı qəbul etdi. Əl-Məğazi 3-cü cild 954-955-ci səhifələr. Qənimətin bölünməsi. Müsəlmanlar Peyğəmbərin yanına axışaraq qənimətin bölünməsinə israr etdilər.
Peyğəmbər salavatullah ağacın arxasına çəkildi. Müsəlmanlar onun üst geyimini götürdülər. Peyğəmbər salavatullah onlara buyurdu: "Əbamı qaytarın. Vallah, əgər sizə çatacaq nemətlərin sayı Tihama vadisindəki ağacların sayı qədər olsa da, onları sizlər arasında böləcəyəm. Axı siz məni nə simic, nə qorxaq, nə də yalançı görməmisiniz." Sonra Rəsul-i Əkrəm durdu və dəvəsinin hörgücündən bir tük götürdü. Onu iki barmağı arasında tutdu. Yuxarı qaldıraraq buyurdu: "Ey insanlar! Vallah, mənə çatacaq mal da sizlərin qazandığınız bu qənimətin içindədir və 5də 1-dən xüms də tük qədər artıq lazım deyil. 5-dən 1 isə sizə qaytarılacaq." Peyğəmbər salavatullah əmr etdi ki, bütün qənimət bölünsün və bölgü ədalətli olsun. Sonra Allahın Rəsulu yaxın günlərədək ona düşmən olan və müharibə aparan küfür və şirk başçıları Əbu Süfyan, onun oğlu Muaviyə, Həkim İbni Həzzam, Haris İbni Haris, Süheyl İbni Əmr, Xüveytəb İbni Əbdülüzza, Səfvan İbni Üməyyə və başqalarına da xümsün özünə çatmış hissəsindən paylar verdi. Belə bir mövqe İslamın maraqlarını və Peyğəmbər salavatullahın məqsəd və məramlarını bilməyən bəzi müsəlmanlarda qəzəb oyatdı və hətta onlardan biri Allahın Rəsuluna dedi: "Mən səni ədalətli görmədim." Peyğəmbər salavatullah isə cavabında belə buyurdu: "Əgər mən ədalətli deyiləmsə, onda kim ədalətlidir?" Bu zaman Ömər İbn Xəttab həmin şəxsi öldürmək istədi. Amma Peyğəmbər salavatullah buna icazə verməyib buyurdu: "Qoy yaşasın. Onun da dində dərin biliklərə çatmaq istəyən tərəfdarları olacaqdır. Bundan sonra ox yaydan çıxan kimi onlar da həmin şəxsdən qaçacaqlar."